meşem kardeşim. Çal 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 çal, çal zurnayı oynayım. Mamet Mamet kardeşim, hey 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 hey, çal zurnayı men coşum. Elimde bayrak, dedim ya ölüm ya gariban. Vermedi düşmene bir karış toprak, dedim ya ölüm ya gariban. Biz oturalım. Rəhmət eləsin. Mənim əzləri məclisimizi açmaq üçün ilk sözləri diqqətinizə çatdırmaq istəyirəm. Bugün bayram günüdür. Həm Azərbaycan dövlətinin Milli Qurtuluş günü bayramıdır, həm də kəndçilərimizin, kənd sevdalılarının, könül aşıqlarının görüş günüdür. Bu bayram bayrama qarışır. Hər birinizi bu münasibətdən təbrik edirəm. Bilirsiniz ki, 1993-cü ildə Ulu Öndərimiz ikinci dəfə hakimiyyətə gələndə Azərbaycan çox pis bir vəziyyətdə idi. Siyasi böhran, iqtisadi böhran, hərbi böhran, torpaqlarımız itirilə gəlirdi. Xalqın nicatı Ulu Öndərimizin Azərbaycana gəlişi ilə bağlı idi, bağlı oldu və Azərbaycanda vətəndaş müharibəsi uçurumunun düz qarşısında dayanmışdır. Ulu Öndərimiz xalqın çağırışı ilə Azərbaycana gəldi. Azərbaycanın dərdinə çarə tapdı. Uzun zamanlardan sonra Azərbaycanı bitirsəldi və onun layiqli davamçısı Müzəffər Ali Başkomandan İlham Əliyev cənabları uğurla onu həyata keçirdi. Mən hər birinizin diqqətini ona öyrətməmişdən qabaq
kəndimizdə İbiş qəbirstanlığından ölənlərimizin, İbişlilərin ümumiyyətlə Azərbaycanın hansı köşəsində olsun və yaxud da qıraqda, xaricdə yaşayan İbişlilərimizin xatirəsinə, rəhmətə gedənlərin xatirəsinə, şəhidlərimizin əziz xatirəsinə, ulu öndərimizin əziz xatirəsini yad eləmək üçün hər birinizdən saygı ilə bir dəqiqəli sükutla yad eləməyi xahiş edirəm. Teşekkür ederim her birinizden. Allah rahmet eylesin. Ölenlerimize, şehitlerimize, ulu önderimize. Azizlerim, ulu önderimizin qayıdışının bir video çarxı var, xahiş edə. Söhbət edib, yemək yeyə, yəni dinləyib baxa bilərsiniz. Şu Səyyid qardaşım vardadır. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz talihimizin sahibiyik. Benim gözüm de, benim evlatlarım da müstakil Azerbaycan'ın yaşaması yolunda kurban olma hazır. Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsilə qarşı-qarşı olarkən 1993-cü ilin iyun hadisələri zamanı xalq ulu öndərə ölkəmizin qurtuluşu və tərəqqisi naminə Respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmiş. Ümumilli lider isə dövlətin dövlətçiliyi xilası, Azərbaycanın aydın və parlaq gələcəyi naminə öz həyatını belə risk ataraq növbəti dəfə tarixi siyasi məsuliyyəti üzərinə götürməkdən çəkinməmişdir. 1993-cü il iyun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. İyun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü yazıldı. Bu Heydər Əliyevin böyük siyasətə qayıdışı, xalqın qurtuluşu, dövlətin isə bir çəlişi idi. Benim 93-cü ildə bura Bakıya dəvət edərkən ben bilirdim ki, orada ne kadar şərtin bulağı yazar. Benim elimde nəsil vardı, dəstə vardı. Ne benim ordum vardı. Ne benim bir grupam vardı. Heç bir şey. Sonra oldu. Ne arkalandı Heydər Əliyev? Kurdu geldi oldum içine gitti. Halka düz değilsin. Size halka ben size inanmasaydım, ben size itibar etmeseydim, ben size arkam olmasaydım, ben bu nasihatı özlerine götürebilmezdim. Ben bugün de size arkalanırım, sizin desteğinize arkalanırım ve eminim ki sizle birlikte biz Azerbaycan'ı bundan sonra daha da yükseklere kaldırırız. Devrin Respublikamıza ikinci rəhbərlik dönəmi 1993-2003-cü illəri əhatə edən dövr, dövlət müstəqilliyinin təmin olunması, Azərbaycanın sabitliyi və tərəqqi yoluna qədəm olması, böyük zəfərin əldə edilməsi üçün təməllərin yaradılması ilə əlamətdardır. Benim için öz hayatımdan, öz canımdan artık Azerbaycan'ın müstəqilliyini korumak, onu saklamak, onu emanet etmek. Onlarımızın 20% işgal altındadır. Bu bizim güvenimizin yaradır. Ruhunun yaradır. Ancak bu işgal altında toplama bizim için tarihtsizdir. Çünkü bizim özümüz iktidarımızda toplatma üzerinde onun sahipleri yaşıyor. Sahipleri bizim müstəqil devletimiz. Ama bu toplama için müvəqqəti olarak Azerbaycan'ın terörümüzden onları sağlığında, onun ter altınları, onun tatlar altınları. Bizim için büyük dert ve borçlardır. Ancak şunu müvəqqəti alır. Bizim bu toplumlarımızda çıkartmamızın olacak.
bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü lideri seçərək öz taleyini ona etibar etmiştir. Ulu Önder'in Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz onun davamçıları onu cumhur edir. Benim gözüm de, benim evlatlarım da müstakil Azerbaycan'ın yaşamız yolunda kurban olmalı. Dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma halka hərəkətlə xidmət edəcəyimə and içirəm. Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. 1 milyon qaçqın göçmün öz doğma torpaqlarına qayıtmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olmalıdır. Azərbaycan torpaqların itirilməsiyle heç vaxt barış yoxdur. Amma bilməlidir ki, bakmayaraq ki biz düzgün tərəfləri istəyir ki, müharibə olmasın. Bu məsələ sülh yoluyla öz əlini tapdı. Ancaq eyni zamanda amma bilməlidir ki, bizim sərrimizlə gəlməli deyil. Azərbaycan öz doğma torpaqlarını nəyin pahasına olursa olsun aladır. Ben şüphe etmirəm ki, bu torpaqlar geri alınacaq. Bu və ya digər yolla Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir və işğal olunmuş torpaqlardan işğalçı qüvvələr çıxarılacaq. Bizim bayrağımız Dağlı Qarabağ'da, Ankara'yla, Şuşa'da da var. O günü biz her an öz işimizle yakınlaştırmalıyız ve yakınlaştırırız. Azərbaycanı iyi vəzifə İyi söz torpaqlarının sahibi olmalı. Sülh yoluyla meseleleri hal etmeli. Ve neyin pahasına olursa, hansı yoldan olursa, Şuşa'da, Karabağ'da bir işgal olmuş torpaqlar azad olacak. Azerbaycan halkının iradesiyle azad olacak. Azerbaycan'ın kahraman oğullarının şecaatiyle azad olacak. Azerbaycan'ın ərazi dövlətindən bizim mədəniyyətimizin, tariximizin rəmsidir. şahan üçün əzizdir. Amma təkşə yox, Laçın dağlarına belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmədik. Allah'ın ki gözəl bir şəhər, Füzuli, Cəbrayil, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o pisli susu biz onlarsız yaşaya bilmədik. Təsəvvür edə bilmədik. Ortada kalamam ki, ata vəsiyyətini yerinə yetir. Ben inanırım, ben tam inanırım ki her şey adalet namına değişecektir bu ülkede. Mütlak. Bir gelecekte hele kedimiz güzel göçe torpağını da göreceksiniz. Öz doğma dağlarınıza, kulaklarınızı, çaylarını da göreceksiniz. Orta babalarının kabirlerini de göreceksiniz. Ben buna hiç şüphe etmiyorum. Bir de demek istedim ki biz de Qərbi Azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, olmalıyıq, işləməliyik. Her gün gelecek, Qərbi Azərbaycanda da biz görüşlər məclis keçiriləcək. Bunların bütün tapşırıqları, bütün tövsiyeleri yerine getirildi. O öz siyasi nəsiyyətində demiştir ki, birçok işler görüldü. Ancak gören bilmediğimiz işleri benim daha işlerim gelecek. Ne de oldu?
biz onun siyasi xəttini davam etdirərək, inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduk ki, sözün əsl mənasında hər bir Azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Soydaşlarımız məsəl var, deyir ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Mən istəyərdim ki, məclisimizə bir xeyir dua vermək, vasitə eləmək üçün Nuru müəllimə söz verək, həmin məclisimizi açsın, Nuru müəllim. Həmin bir xeyir dua versin, bir də o şehirlərinizdən ikicə misra deyəsiniz. Buyurun. Aziz, hörmətli birinci iştirakçıları. Əvvəla başdan hamımızı təbrik edirəm, bugünkü bir gözəl günə yığılmışıq. Bu, daha doğrusu görüş yeridir. Burada yaxşı yerə görmədiyimizdə adamları, daha doğrusu görmədiyimiz qohumları gördük, görüşdük hamıyla. Allah Allah elimizə, obamıza can sağlığı, salamatçılıq versin. Müharibələrdən, xəstəliklərdən qorusun elimizi, obamızı. Amin. Hamı bugünkü gündə qıraqdan, şəhərdən, həm hardasa ön yığılıq buraya İbiş kəndinin cəmaatı bir də hamımızı təbrik edirəm. Can sağlığı hamımıza, uzun ömür Allah'tan arz edirəm. Başta yaxşı yerlərdir. Ona görə Ramız, pul da şabaş da verir. Ne kadar verir? Ha, elə bilən bir şabaş verir. Dedim, ağlaya düşdük yollara. Vətən dərdi, el məhnəti yarayır. Zülm ilə ayrıldık. Baş verəndə nə olur? Qərb ellər, uzaq yollar yarayır. Köz oldu, karvanımız düzüldü. Qövr yaralar, canlar üzüldü. Göz yaşımız dərya qədər sürdü. Dərd oldu, dərman bircə yarayır. O ayrılıq bizə yaman dərd oldu, el dağıldı, gözlərimiz dörd oldu. Üzdə qürbət, amma könlümüzdə yurd oldu. İstər ağla, istər bağla yarayır. Mən Nuruyam, dağ yükü var başımda. Nələr gördüm mən bu yarı yaşımda. İzim qaldı torpağımda, başımda. Hədəf birdir, yara birdir. Orada değil, sigaret çəkmir. Burası sigaret çəkmə yeridir. Çox ümumiyyətlə şiirin, bir ikisini okuyayım. Dil qəhərlənib, düşübdü yadıma vətənim elim. Ürək qəhərlənib, dil qəhərlənib, şehli bənövşələr kimsəsiz qalıb. Ürək qəhərlənib, gül qəhərlənib, indi bizim dağlar yaşıl yiyibdir, lalələr, nəzizlər boynu nəyibdir. Bircə ellər buradan köçü iləyibdir. Oba qəhərlənib, el qəhərlənib. Artıq qarərliyib, sellər çağlayıb. Yağış yığılıb bir yerə, mahtam bağlayıb. Yarpızlı bulaqlar donub. Yarpızlı bulaqlar yığılıb ağlayıb, sular qəhərlənib, sel qəhərlənib. Nə bir toy səsi var, nə şənlik səsi. Ağbaba mahalının yoxdur bir kəsi. Bülbülün də yoxdur gülə həvəsi. Gözəlsiz oynaqlar çöl qəhərlənib. Ağlayım bilmirəm, gülüm bilmirəm. Quruyub həsrətdən dilim bilmirəm. Dağıldı necə oldu elim bilmirəm. Nuru gözlərimi sil qəhərlənib. Teşekkür ederim Aksaqqal Hacı Nur müəllim. Teşekkür ederim size. Biraz qəhərləndirdin ama o da lazımdır hərdən. Yurtseverler, kənd sevdalıları, çölün aşıqları burada toplaşıbdır. Mənim əzizlərim, bizim məclisimizdə hər birimizə
Hər birimizə xoş gəldin deyirik, xoş gəldin demirik, hamımız xoş gəldik deyirik bir-birimizə. Bu gözəl məclisimizdə, bu gözəl ağsaqqalın açılışından sonra biz bir yarım saat, bir saat bundan qabaq şəhidlərimizin barelyefini ziyarət elədik. Sonra onların o büstünü ziyarət elədik. Allah şəhidlərimizə rəhmət eləsin deyirik. Şəhidlərimiz bizim başımızın tacıdır. Şəhidlərimiz bizim gündəlik şüarımızdır. Şəhidlər ölmür. Bilirsiniz ki, o Allah Taala'nın ən uca məqamındadırlar. Ona görə də mən istəyərdim ki, bu şəhid İlham Əhmədovun o zaman şəhid Zülfüqarı gətirəndə qəsəbiyə o ömrü gölək olmuş bəxtsiz cavanımız bilməzdir ki, bir aydan sonra da onun əş gələcək. O belə bir məktub yazıb, mən özüm də qəhrlənirəm. O məktubu da mən belə bir çərçivədə çıxartdım. Mən istəyərdim bir şəhidimizin Rəşid dayıya yazdığı bir məktubla danışaq. Mən istəyərdim bunu əmoğlu şəhid qardaşı oxusun. Nə yazılıbsa yəqin əzbər bilərsə, mən biraz özümü saxlaya bilməyəcəm. Deməli, xoş gördük hər birinizi. Həmcə şadlıqlarda xeyirlikdə yığışaq. Bugün bir sözün başqa bir mənasında da şəhidimizin işığına yığışmışıq. Bir xırda bir kənddə bir sinifdə oxuyan 3 sinif yoldaşı vətən yolunda canlarından keçib şəhid olublar. Şəhidin biri, o biri şəhidi öz canından keçərək düşmənin ayaq tapdağında qalmamaq üçün onu oradan çıxarıb, gətirib Ağdam məscidində yuyub, kəfənlədib, sonradan da öz içindən, qəlbindən keçən sözlərlə rəhmətli Rəşid dayıya gətirib təhvil veribdir. Allah cəmin şəhidlərimizin yerini beşli eləsin. Demək, bizim bu şəhid İlham və şəhid Zülfüqar Şturmovoy rota deyirlər o vaxt. Azərbaycanda ilk yaranan hücum dəstəsi idi. Çox sürətli hücumla bunlar elə bir ordu arxa hissədə qalsa da bunlar hücumla gedib ermənilərin almaq istədiyi torpaqları götürüb sonra arxadan gələn orduya təhvil verirdilər. Növbəti bir hücumda da Fərrux yüksəkliyində erməniləri bunlar geri qaytarmağı, amma o vaxt hamı bilir ki, Nəzməddin Sadıqov kimi satqın bir insan olduğu yerdə bizim ordunun getdiyi əvvəlcədən bilinirdi, artıq onlara məlumat verilirdi. Ermənilər pusquda gözləyirdilər. O hücum müddətində bunların qarşısına çox güclü erməni dəstəsi çıxıb Fərruxda. Orada bir söz də olub, rəhmətli şəhid Zülfüqar Qurbanov və İlhama deyir ki, İlham sən çox qabağa gedirsən, bax səni vuracaqlar, çox özünü qabağa atma. Aradan deyir, 2 dəqiqə keçmədi, atılan mərmi İlhamdan biraz arxada olan Zülfüqarı tutdu. Və ermənilər çox güclü hücuma keçdikdə bütün bölük arxaya çəkiliblər geri. İlham deyir, bir neçə addım mən geri çəkiləndən sonra birdən ağlıma gəldi ki, mən hara qaçıram. Mən sabah Rəşid dayıcının üzünə necə baxa bilərəm? Və atışa yenidən qayıdıb geri tək başına şəhid Zülfüqarın o mübarək cəsədini oradan çıxarıb, götürüb gəlib və orada aparıb məsciddə yumasını təmin edibdir və gətirib evinə, ailəsinə təhvil verib. Şükürlər olsun ki, bugün şəhid Zülfüqarın bir ziyarət yeri var, oraya gedib onun qəbrinin üstündə onu ziyarət edirik. Amma şəhid Azər və şəhid İlhamın qəbri hələ harda olduqları, nəşləri bilinmir, qürbətdədirlər. İnşallah Allah nəsib eləsin, bir gündə onların nəşri tapılıb gəlsin və bizdə bir ziyarət yerimiz olsun. Demək, İlham o vaxt Qurbanov Zülfüqarın şəhid olmasına yazıb ki, mən Əhmədov İlham Sahil qəsəbəsinin sakini, öz qonşum və həm də sinif yoldaşım Zülfüqar
Qurbanovun Cəfərdə, ikimiz bir yerdə Cəfərdə deyir, xidmət aparırdıq və Cəfərə göndərildik. Biz bir yerdə də Ağdərə cəbhəsində bir yerdə olduq və hücumlara bir yerdə gedirdik. Yanvar ayının 15-də bizi Ağdama göndərdilər. Biz orada məktəbdə qalırdıq. Bizim batalyonumuz Şturmavoy batalyonuydu, yəni hücum dəstəsi batalyonuydu. Demək, Fərrux dağına hücuma göndərməkdə yanvarda hücum müəyyən səbəbdən, yəni əvvəldən xəbər verdilər, dediyimiz kimi birinci hücuma getmək istəyirlər. Orada deyiblər ki, ermənilər artıq burada məlumat alıb. Ona görə bir neçə gün təxirə salınandan sonra ikinci dəfə yanvar ayının 25-də hücum olunubdur və o hücum nəticəsində də Zülfüqar orada şəhid olub. 2 saat davam edən döyüşlərdən sonra, yəni elə satan kimi bunlar şey olmuyor, orada möhkəm atışma olubdur, orada olan ağır döyüşlərdən sonra Zülfüqar şəhid olub. Sonra deyir, o şəhid olandan sonra mən arxaya qayıtdım və ən yaxın dostum olan Zülfüqarı Cəfər qəhrəmancasına qrantamyotla qəlpə yarası aldıq, şəhid oldu və oradan onu götürüb, gəlib ailəsinə təhvil vermişdir. Və bu məktubu da qəribə burasıdır ki, bu insanda olan vətən sevgisi və dost sevgisi onu məcbur eləmiş ki, belə bir məktub yazsın, gətirsin, onun atasına, övladı ilə bir yerdə təhvil versin. Tali elə gətirir ki, çox qısa müddət sonra İlham da Azərlə bir yerdə Seyil yüksəkliyi, Füzuli rayonunun Qarakənd var, hamınıza məlumdur o, vertolyot partlayan yer. Onda hələ bizim ordumuz çox yerdəydi, amma bunların o Şturmavoy batalyonu gedib çıxmışlar Seyil yüksəkliyini, oranı götürdülər. Orada da xəyanət nəticəsində bunları satmışlar və onlar itkin düşdülər. Biz sonradan çox axtardıq. O Rəfiqə xala da bizim rəhmətli Sovetlə bir yerdə Gürcüstana dəfələrlə getdilər, yollandılar oradan biz Ermənistandan da və bunların öldüsü, qaldısı heç yerdə 40 nəfər orada hücum batalyonunda adam olubdur. Onlardan bir nəfərin belə cəsədi tapılıb ələ gəlmədi. Necə satmışdılar, necə bunları yoxa çıxartmışlar, hələ də qaranlıqdır. İnşallah ki, Allahdan istəyimiz odur ki, onların da nəşi tapılar, evlərinə, ailələrinə təhvil verilər və onların da bir ziyarət yeri olar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin inşallah. Amma sağ ol, əməl ol, mən onu düzəltdim, onu xahiş edəm, evdə bizdən bir xatirə kimi qoyarsınız. Növbəti şəhid anası burada iştirak edir. Mən istəyərdim, şəhid anası heç olmasa bir cəhkəndə söz Zülfüqardan danış. Sağ olun. Ya da sağlığınıza görə. Ya da sağlığınıza görə sağ olun. Siz sağ olun, siz sağ olun ki, belə övlad böyütmüsünüz. Sənə mənim qızı. Allah sənin şəhidlərimizə rəhmət eləsin. Allah gözü yolda qalan anaların da gözünü özünə yetirsin. Sən şəhidlərimizin analarının qarşısında baş əyərək Allah hamısını Kərbəla şəhidlərindən məşhur eləsin. Allah rəhmət eləsin. Burada kim var? Sahib buradadır mı? Sahib bir şəhid qardaşımı. Biz həmişə sizlərlə əməl gələcək. Biz heç çox dəvət edirik. Türk şahitlərə baş əydən. Buna bir sərgiyə saldım, mənim olam. Şahid əllərə baş sağlıq verirəm. Ömürləri uzun olsun, sağ olun. Yıllarınıza görə. Sağ ol, xalam. Sağ ol, Allah rəhmət eləsin. Teşekkür ederim. Bizim heç vaxt ayrılmamışıq. Bizim kəndə doğulan, yadınızdadırsa o vaxt Lənkəran polkunu təhvil alan bizim igid zabitimiz Məhrəm Seyidovun qardaşlar burada iştirak edir. Buyur əziz şəhidimizin qardaşı. O sigareti burada səhmində xahiş edir. Ramiz, qardaş, görməm
keçilir, qonaqlarımızı da görə bilərəm. Hamınızı mən salamlayıram bizim əzizlərimiz, kəndçilərimiz. Mən keçən dəfə də dedim, mən Qaraçantalı olsam da, amma mənim bizim dostumuz, tanışımız, doğmamız hamısı İbiş Qoncalı olub. Ramiz, çox sağ olun ki, doğrudan da siz bu tədbirdə məni qonaq qismindən çağırır. Birinci şəxsən özüm adından deyirəm, gəldim. Burada öz doğmalarını gördüm, öz yaxalarını gördüm. Çünki mənim uşaqlığım birinci İbişdə olub, sonra Qoncalda olub. Və elə 88-ci ildə oradan gəlmişik. Yəni, bu insanlar mənə hamıda çox doğmadlar. Və mən bir dənə də vurğulayım ki, Məhərrəm 9-cu, 10-cu sinifi Əzbiyevdə oxudu, oradan getdi, yəni ali məktəbə. Abbasəli müəllim var idi, hərbi hazırlıq müəllimi. Bu gedib oraya baxıb ki, yəni şəkil var, ürəkdən baxıb ki, indi altdan yazılacaq ki, Məhərrəm Seyidov, Qaraçanta, bu da fəxr edəcək ki, mənim də bir tələbəm getdi. Bir də baxıb altda yazılır İbiş. Niyə İbiş? Çünki Məhərrəmin mitirkası, anadan olduğu yer İbişdir. Ona görə mən, o həmişə mənim rəhbətli anam belə bir söz deyərdi, Allah deyirdi İbişdə ölənlərinə rəhmət, qalanına can sağlığı. Çünki orada o doğmalığı görmüşdü. Orada məsəl üçün həmişə danışardı, rəhmətli Mustafa dayıdan, rəhmətli Qiyas dayı, yəni Süleyman dayı ilə onlardan qonşu olublar. Yəni bunlar çox mehribançılıq və məsəl üçün məni rəhmətli Məhərrəmi həmişə deyərdi ki, Allah qəni rəhmət eləsin Sara nənəyə. Sara nənə anama kömək edib, bizi saxlayıb. Yəni bizim doğmalığımız, biz İbişdə olmuşuq. Biz orada böyümüşük. Orada, yəni sonra da Qoncalda olsaq da, yəni o necə deyir, iki dövlət, bir millət olan kimi biz iki kənd olsaq da bir savxozuyduq. Ramiz, sizə mən çox təşəkkür edirəm. Allah canınızı sağ eləsin. Doğrudan belə bir tədbir təşkil elədiniz. Sənə kömək edən bizim əmoğlu Allah hamımızın canını sağ eləsin. Vallahi indi burada kimin o təşəbbüs olub mən bilmirəm. Amma hamımıza çox sağ ol deyirəm və inşallah yəqin ki bunun davamı da olar. Çünki mən siz hamınız həmişə də rəhmətli Məhərrəmdən fəxr eləmişsiniz. Yəni bütün Qoncalı, İbiş, ən çox da siz nəyə görə Məhərrəm 2 il Əzbiyevdə yaşayıb. Əzbiyevdə Məhərrəmi tanıyan qohumlarıdır. Mən keçən dəfə Bayadır'a da dedim, deyirəm mən orada olsam da mənim dostum, tanışım, qardaşım, Əzbiyevdə sinif yoldaşım var. Amma İbişdə mənim dostlarım, qardaşlarım var. Ona görə sizə çox təşəkkür edirəm. Allah canınızı sağ eləsin. Bugün getdiniz, siz çox gözəl, hələ də birincisidir, bəlkə də nərəsə gələcəyə daha yaxşı olacaq. Yəni, çox gözəl bir tədbirə başladınız. Yəni, birinci şəhidlərimizi yad elədiniz. Ona görə sizə təşəkkür edirəm. Allah canınızı sağ eləsin. Allah, yenə deyirəm, o anamın dediyi kimi, İbişin ölənə rəhmət, qalana can sağlığı. Hamıza təşəkkür edirəm, mənim doğmalarım. Təşəkkür edirəm, Etibar qardaşım. Etibar, sən düzdür, qonaq şəklində təqdim elədik. Əslində qonaq deyilsən, sən elə İbişin sakinin özüsən. Allah rəhmət eləsin Məhərrəmə. Məhərrəmlə biz bir yerdə böyümüşük. İbiş kəndində doğulubdur, o bizim bir parçamızdır. Şəhidlərə biz bir ömür borcluyuq. Sən təşəkkür elədin, əslində biz təşəkkür edirik. Şəhidlər ən uca zirvədədirlər. Biz şəhid analarına təşəkkür edirik. Onların qarşısında baş əyirik. Ömür boyu biz onlara borcluyuq. O şəhidlərimizi doğuran analara biz borcluyuq. İndi çoxları dünyadan köçüblər, Allah rəhmət eləsin, qalanlara can sağlığı versin. Yəni, Məhərrəm bizim özümüzdür, Məhərrəm bizim kəndçimizdir. Sən də elə İbişdirsən. Allah rəhmət eləsin şəhidlərimizi. Sağ olun. Sağ olun, təşəkkür edirəm. Mənim əzlərim, deməli, məclisimizdə uzaq diyardan gələn kəndçimiz, soydaşımız, canımız, ciyərimiz Fəxrəddin
gəlibdi, İlqar gəlibdi. Hər birinə onlara xoş gəldin yenə deyirəm. Onlar da yəqin sevinirlər ki, gəldilər Kətçilərin hamısında olmasa müəyyən bir qismini gördülər, danışdılar. Yəqin ki, bir yerdə oxuyanlar olubdu, bir yerdə çalışanlar olubdu. Mən İlqarla tez-tez WhatsApp vasitəsilə əlaqə saxlayıram. İlqar çox fəaldır. Buradan bizim qürbətdə olan İbişlilərimizi biz salamlayırıq. Yəqin ki, çatdırarlar. Moskva şəhərində, sonra Xarkovda, sonra Almatı şəhərində, Qazaxıstanın. Müxtəlif yerlərdə biz çalışmışıq, onların hər birindən fərdi şəkildə əlaqə quraq. Qrupumuza dəvət eləmişik və onlar da müəyyən mənada imkanları olduğu təqdirdə qrupumuzda iştirak edirlər. Mənim əzizlərim, biz kəndimizi tanıtmaq belə bir mövzuda rolik hazırlamışıq, slayd. Ona keçməkdən əvvəl hazırlıq mı qədər? O sigareti xahiş edirəm çəkməyəsiniz. Əgər varsa, bizim deməli qonşu kəndimizdən Şəmsi Qoca şairimizin sözlərinə yazılmış bir mahnı ilə istədim ki, sizləri feyziyyət edək. Sonra da biz başlayacaq kəndimizin insanlarının tanıtım slaydını sizə təqdim edək. Buyurun. Mənim əzizlərim, nuş olsun. İndi bir dənə musiqi veriləcək. Siz bizim kusurlarımıza baxmayın. Əcəb nöqsanımız varsa, çatışmayan cəhətimiz varsa, onu üzrlü sayın. Çünki biz bu sahədə peşəkar deyilik.
Əlimizdən nə gəlib də, əlimizdən nə gəlib onu eləmişik. Ola bilər biz qüsurlarımız ola bilər, ola bilər bəzi insanların adını çəkinməyə bilərik. O baxımdan hər birinizdən üzr istəyirəm də, yəni nöqsanlarımız olacaq. Onu xahiş edirəm, anlayışla qarşılayasın. İndi biz proqramımıza nə gəlir? Səyyad bəy. Bizim cavanlarımız indi artıq orta nəsildir. Yaşlı nəsillərin şəkillərini biz slayt hazırlamışıq. Onun bir hissəsini təqdim edirik. Həm bu şeyliyin, həm də baxa bilərsiniz. Bəyəxtin davamı. Yox, o davam. Sen biraz Kocalı o. Üzürü sahip biraz tehlikeli problemlerimiz var. Şimdi onu çalıştırken diye. Çünkü Hamza Ağa ve onun aile üzvləri hakkında məlumat vermək istəyirdim Ərməzdən. Gözlədik ki, onun nəvəsi ilə nəticəsi indi təşrif buyuracaqlar məclisimizə. O məclisimiz olanda biz onların nəzərinlə təqdim edəcəyik və onlar da o barədə danışacaqlar. Biz belə eləyək də, təsəvvür edəyək işləyək, bizim Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla Qərbi Azərbaycan icması yaranmışdır. O cümlədən də rayonlar üzrə bizdə Amasya rayonu icması və İbiş kəndinin icması yaranmışdır. Mən istəyərdim bizim gənc kadrımız İbiş kəndinin icmasının sədri Səyyad Süleymanovu sizə təqdim edeyim. Və hər birinizdə biləsiniz ki, xahiş edən baxın, bu cavan oğlan kəndimizin icmasının sədridir. Biz də söz vermişik ki, bu qardaşımıza əlimizdən nə gəlir kömək edəcək və icma haqqında indi məlumat verəcək. İcma nədir? Mən indi bilənlər bilir, bilməyənlər nəzərinə çatdırım ki, icmanın əsas vəzifəsi nədir? İcma qeyri-rəsmi bir quruluşdur. İcma kənddə yaşayırsa, kəndin etnoqrafik quruluşu, kəndin mədəniyyəti, kəndin adət-ənənələri, bütün folklorun bir şeyi bu icma araşdırmalıdır, arxivləşdirilməlidir, verməlidir yuxarı icmaya, deyək ki, Amasya icmasına, o verməlidir Qərbi Azərbaycan icmasına və bunlar da BMT-nin insan hüquqları, irsi mədəniyyət, belə bir onların fondu var, təqdim eləməlidir olur. Biz əgər istəmiriksə, İbiş kəndi yaddaşdan silinsin, gərək buna mütləq rəiyyət eləməliyik. Bizim kəndlər deyək ki, müxtəlif nanaylar olurdu, müxtəlif dəyişmələr olurdu. Bizim çox gözəl, zəngin toy şənliklərimiz olurdu. Bütün bunları əhatə edib, icma təşkil edəcək, sizin nəzərdən çatdıracaq. Mən istəyirəm indi Səyyad bəyə söz verib, icma haqqında danışsın və sizləri də icmanın üzvü olmaq üçün nələr lazım olduğunu sizə söyləyəcək. Buyur Səyyad.
Hər birinizi salamlayıram. Xoş gəlmişsiniz. Başda şəhidlərimiz olmadan Allah rəhmət eləsin deyirik. Qalanlara can sağlığı arzulayırıq. Bu Qərbi Azərbaycan icması Cənab Prezidentin təşəbbüsü ilə yaradıldı. İnşallah biz hər birimiz bir şəxs olaraq bütün icmaya üzv olaq. Bu müəllim dediyi kimi BMT-yə təqdim olunacaq bu siyahı olaraq. Amasya rayonunda səhv eləmirəmsə 22 kənd var. O 22 kənddən biri də bizi İbiş kəndidir. İnşallah belə tədbirlər bütün kəndlərdə keçirilir, amma bu səviyyədə keçirilmir. 15-20 nəfər keçirilir. Amma bizdə görürsünüz, az bir əhali olaraq, kəndə 60 dənə ev olaraq, amma bu qədər 70 nəfər, 80 nəfər adam yığılmış indi hal-hazırda. Bizim uzaqda olanlarımız da var, onlar da qruplarda var, onlar da deyirlər ki, biz gəlmək istəyərdik, müəyyən səbəblərə görə gələ bilmirik. İnşallah onlar da bir vaxt keçirdəcək, biz inşallah Gəncədə də belə bir tədbir keçirdəcək, onlara daha yaxın olaq. Bir də icmaya üzv olmaq üçün bir dənə şəxsiyyət vəsiqəsinin kopyası lazımdır, bir dənə də şəkil. Vəssalam, mən qrupda da yazmışdım ki, imkan olanda gətirərsiniz onları. Hər birinizə təşəkkür edirəm. Üzülü haqqını Səyyid bəy Cavan utandı deməyə. Əlbəttə ki, üzülü haqqı da olacaqdır, mənim əzizlərim. Bizim icma haqqında məlumat verdi. İndi bizim İbiş kəndinin coğrafi mövqedə yerləşməsi və kənd cəmaatımızın evləri barədə və qısa tarixi haqqında məlumatı Ağbaba müəllimə deyəcək, izah versin. Ağbaba müəllim hərçən ki bizi tək qoyub, xahiş edirəm heç olmasa bu mövzuda bizə kömək eləyəcək. Kəndimizin bir tarixi, 20-ci əsrin tarixinə dair və coğrafi mövqeyini bir qısa olaraq bizim gözəl kəndçilərimizin diqqətinə çatdıracaq. Çox sağ olun Ramız müəllim. Əvvəla hamını sağlamlayıram. Bu kəndimizin adamlarını burada görmək çox sevincliyəm. Belə bir tədbirə yığışmağımız doğrudan təqdirə layiqdir. Mən bu kənd barədə, yəni nə danışsam, Abdullah müəllimin faktlarına əsaslanıb danışsam. Rəhmətli Abdullah müəllim mənim üçün, yəni ki, bütün kəndimiz üçün kənddə təhsilin formalaşması, məktəblərin tikintisi, kənddə qəbirstanlığımızın hətta çəpərə alınması, yəni o şəxsiyyətin böyük rolu oldu. Bu danılmazdır. Yəni nə də desəm, yenə deyirəm, onun söylədikləri, yazdıqları və atamın, Paşa dayımın dedikləri əsasında deyəcəm. Deməli, kəndimizin yerində, daha doğrusu Məzərtəpə dağının güney tərəfində Yunanlar yaşayıbdır. O vaxt gələnlər Osmanlı İmperiyasının dövründə, hətta onlar səpələnib Dumanisə kimi Gürcistanın yayılmışdı. O da biz məsələn, onun fakt Məzərtəpə deyərdik. Bizim o kəndin yaşayan. O nədən Məzərtəpə deyilirdi? Həmin o Yunan qəbristanının olduğuna görə Rumlar deyirlər. Onlar özlərini elə Roma İmperiyasının varisləri elan edirlər. Orada yaşamışlar. Ona görə də bizim kənd həmin dağın quzey tərəfində salınırdı. Güney tərəfində yox, quzey tərəfində. Yəni kəndlər adətən salınanda o relyef nəzərə alınırdı. Güney tərəfdə salınır. Başqa kəndlər var, görsəndə göl ətrafı kəndlər hamısı güneydə idi. Məsələn, belə bir faktda Ömər dərəsi deyirdik biz, qısaldılmış formada. Amma orada Qonzaldan o vaxt gedən Azərbaycanlılardan Öməri o dərədə öldürmüşlər. Ona görə biz onu Ömər dərəsi deyirdik. Əslində Ömər ölən dərə deməkdir. Kəndin ətrafında çayır, Qara çayır deyirdik, Sarı çayır deyirdik. Bulaq adları, məsələn, Məsnun bulağı, Həmzənin bulağı, Üç bulaqlar, Kənd bulağı. Yəni, belə bir gözəl
yerdə yerləşirdi bizim kəndimiz. Kəndimizdən baxanda arpa gölü görsənərdi, Qaraxan çayı görsənərdi. Bu cürdə bizim yaddaşımızda qalıbdı. Bizim kənddə çox böyük insanlar yetişdirib həmin 100 il tarixə malik bir kənd, heç 100 il də olmadı. 1896-cı ildə o kənd salınıbdır. 1988-ə kimi kənd yaşayır. Deməli, o da nədən deyirəm 1896-cı il? Yenə Abdullah Müəllimin faktına əsaslanıram. Gələn ilisi orada Şərəf Qarı rəhmətə gedib, həmin il, gələn il. Onun qəbir daşında da o yazılı olmuşdur. O fakt oradan verir. Yəni Abdullah Müəllim o fikirdə əsaslanır. O kəndin salonla tarixində baxdır, 1896-cı sonra da deyə bilərəm. Daha elə bir sağ olun. Biz peşəkar atamızdan deyilik. Ona görə bizim çocuklarımızın bağışlayasınız. Mən məsələn, bugünkü məclisimdə bəyan qeyd edirəm. Daşkənddə gələn qonaqlarımız var. Burada böyük məclisimiz deyəklər. Burada Adil müəllim iştirak edir, Xurşud doktor iştirak edir, Rauf müəllim iştirak edir, Sultaydır, Xoşqar müəllimdir, Avtandil müəllimdir, Vahid müəllimdir. Mən yaxınlaşmaq istəyirəm Fəxrəddin qardaşıma. O 40 ildən də çoxdur qürbətdə yaşayır. Mən soruşmaq istəyirdim Fəxrəddin qardaşım. Oradan baxanda Azərbaycan və bizim kəndçilərimiz siz necə görürsünüz? Orada siz necə belə qarşılayırsınız? Orada necə görsənir baxın? Mən deyə bilərəm ki, gələn Azərbaycanları orada hamısını qarşılayıram, hörmətlə, hörmət edirəm. Sualı bir də deyirəm, oradan Azərbaycan necə görsənir? Siz xəyalən orada Azərbaycanı, çoxdan uzaqdasınız, İbişdən yolbaqdan çıxmışsınız. Oradan olanda siz necə xatırlıyorsunuz? Necə ki, İbişdəki kimi İbiş, elə bilməm ki, İbişdəyim, İbişdə kimi xatırlayım. Teşekkür ederim mənim əzlərim. Bir daha xoş gəlirsən. Özbəkistan da Türk yurdudur. Mən istəyərdim ki, qardaşım bir dənə musiqi havası versin və bir oynaq havadır. Hər birinizi dəvət edirik. Yenə də deyirəm, burada rəsmi bir yerdəyik. Elə bir hesab edin İbişdəyik. İbişdə məclisdə necə olurdu? Araqları deyək ki, gülləndirmək üçün kimsə oxuyurdu, oynaşırdılar. Bax, burada tam İbişdə kimi hesab edək.
təşəkkür edirəm. Gəlin belə bir danışarım. Sərbəst olun, deyin də, gülün də, necə istəyirsə hərəkət edin. Kənddəki kimi özünüzü hiss edin. Yenə də deyirəm, bir anlığa da olsa özünüzü kənddə hiss edin. Hesab edin, İbiş kəndindəsiniz. Bax belə. Hər bir şey unudun, İbişdə. Deməli, İbiş kəndində bu tarixdə nələr baş verirdi? İlk öncə başlamamışdan qabaq mən Muxtar müəllimi, onun yəni qonaqlarımızı salamlayıram. Muxtar müəllim bizim kəndimizin arası, bütün elin obasının böyük hazır olan Hamza Qanın nəticəsidir. Hamza Qanın nəvəsi də yanındadır. Onları hamımızın adından salamlayıram, bir daha xoş gəldin deyirəm. İndi söz verəcək onlara. Yəqin ki, Tofik, onlara bir qulluq eləsinlər, xahiş edirəm. Mənim əzizlərim, mən aparıcı deyiləm, həmən buna biraz meyiliyim var. İbişdə indi nə baş verir? Bu var. Ondan əvvəl bu saat buraxılış imtihanları edir, düzdürmü? Buraxılış imtihanları gedirdi və hazırlaşırdılar ki, bizim gənclərimiz atestat alıb, ali məktəblərə üst tutsunlar. Mən istəyərdim bizim müəllimlər və yaxud o zamanki şagirdlərimiz bunu necə xatırlayırlar? Mən ilk istəyirəm avtomobil müəllimi soruşam. Bu buraxılış imtihanları zamanı bir dəfə oxsa olan siz imtahan verində gecəyimsiniz. Bir müəllim kim olaraq necə xatırlayırsınız orta məktəbdə? Valla hamımızı salamlayıram, İbiş kəndçiləri. Bu gözəl bu görüşü mən də ürəkdən alqışlayıram. Bu görüşü təşkil edən təşkilatçılara Ramiz müəllim, Armağan müəllim, Tofik müəllim, Səyyad müəllim, sizlərə təşəkkür edirəm. Çox sağ olun, belə bir görüş hazırlayırsınız. Mən bu gücümdə bütün İbiş kəndinin zəhmətkeşlərinə, alimlərinə, ziyalılarına, hamısına uzun ömür can sağlığı arzulayıram. Hamısı xoşbəxt, rəvan yaşasınlar. İbiş kəndimizin gözəl bir adət-ənənəsi var idi o vaxtlar. Kəndimiz çox həmrəy olurdu. İnsanlar bir-birinə çox həmrəylik göstərirlər. Bu həmrəylik indi də davam eləsin. Bizim və buradakı bəzi ümumiyyətlə bütün yoldaşların hamısının sayəsində daha da möhkəmlənsin. Ramiz müəllim, Armağan müəllim, belə də Tofik müəllim, Səyyad müəllim olmaqla onların da dərsləri ilə bu həmrəylik daha da möhkəmlənsin. Gələcək nəsillərə öyrənc olsun. Hamımıza xoşbəxtlik, saadət arzu edirəm. Qaldı o məzunluq orta məktəbi qutaran vaxtı da, yəni o gözəl xatirələri orada söyləməklə bir anlığa özün o vaxtı, yəni İbişdə hiss elədik, İbişdə oxumaq bir o qədər də asad dəyildik, gedib qıraq kəndlərdə oxuyurduq. Şükür Allah'a, gənclərimiz hamısı rahat oxuyurlar, orta məşqlərə qəbul olunmalara, onlar can sağlıqlar duyur. Sağ olun, xoşbəxt olun, bütün İbiş cəmiyyətına, hamısına xoşbəxtlik, can sağlıqlar duyur. Teşekkür ederim. Ben mövzudan 2 saniyeli ayrılıyorum. Kız nəvəsi buradadır. İndi oğlan nəvəsi Türkçədən bizə qoşulub öz ürək sözlərini demək istəyir. Buyurun nəzir. Hamza sözlərini de cəmaata, salam söylə. Aleykümselam. Ben de buradan Sen gözü göz amca diyen, seni göz amca diyen, amca diyen. Amasya şeyinden, yani onlar Türkiye'ye köçenleri isim listesini alıp Kars Başkonsolosluğu'na teslim ettim. Başkonsolosluktan biz de oradan Batı Azerbaycan'dan topraklarımızı talep edildik. Ve oradaki topraklarımızı
Tabii, tabii. Sağ olun. Bizim de canımızın yarısı burada, yarısı oradadır. Teşekkür ederim. Teşekkür ederim. İnşallah Allah bizleri bir yere toplamağı nasip eder. Teşekkürler. İnşallah nasip olar bir gün Görüşürüz Allah koysa. Sağ ol. Sağ ol. Çok sağ ol. Benim kardeşim öpürəm səni. Çörəksətliyin istedik Sağ ol. Deməli, söhbətimiz yarımcı kəsmişdik. Belə sərbəst ol, nə istəyirsin, hesab edin işləyim. Mən yaxınlaşmaq istəyirəm Vahid müəllimə. Vahid müəllim, Namik müəllim, təkim varsa, onu təpə kətdə qutarmışsınız da. O buraxılış imtihanı olanda həm bir müəllim kimi, həm də o buraxılış imtihanlarını necə keçirirsiniz orada? Nətər olurdu? Bir onun danışmasın. Əvvəla hamınızı salamlayıram, İbiş cəmaatı, İbiş xalqı. Allah hamınıza can sağlığı, uzun ömür versin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı, uzun ömür versin. Allah onlara şəfa versin. Bəli, mayın 25-i bizdə buraxılış idi. Elə bil ki, hamı ağlayırdı o gün ki, cəmaat bir-birindən ayrılır. O qədər mehribansınız, o qədər əziz idilər ki. İnan, 10-cu sinif uşaqları da, elə məktəb müəllimləri də bir-birindən ayrıldığına görə çox məyus olurdular. Allah qoy, bütün hamısına can sağlığı versin. Bir balaca kəndlərin nə qədər alim, nə qədər ali təhsilli, nə qədər həkim var. 64 nəfərlik deməli kənddə. İndi bu dəqiqə alimlər belə qoşunu, həkimlər qoşunu. Allah onların canını sağ eləsin. İndi bu dəqiqə ali məktəblərdə işləyən müəllimlər həddindən artıq çoxdur. Bu hamısı təhsilin bəhrəsi idi. Doğrudan da məşğuliyyət yox idi. Hər bir evdə hesablayanda 5-6 nəfər ali təhsilli çıxırdı. Şimdi məsələdə mən özümüzü götürürəm. 7 nəfəri evdən 6 nəfər ali təhsilli idi. 5 nəfər ali təhsilli idi. Allah hamısınıza can sağlığı versin. Allah bu işi təhsil edənlərə can sağlığınızı ömür versin ki, bu milləti bir yerə yığa bildirlər, bu xalqı bir yerə yığa bildirlər, onları görüşdürdülər. Bu ən böyük səxavətdir. Deməli, Ramiz müəllimdir, Əbaba müəllimdir, Tofiqdir, Səyyad Süleymanovdur, deməli bu İbiş icmasının başçısı. Allah ona da can sağlığınızı ömür versin ki, bu qədər cəmaatı bir yerə yığa bildir. Sağ olun, sağlıqla qalın, Allah hamımıza can sağlığınızı ömür versin. Təbriklərimiz də var. Mən istəyərdim ki, bir dəqiqə xahiş edirəm, amma oğlu, dayı oğlu, ay uşaqlar, dediyim işlər onlar tabi oyda yoxdur, xahiş edirəm orada. Sahib, ay Sahib, xahiş edirəm, əyləşin də. Hər birimizin harası ağrıyırsa, başımız ağrıyırsa, deyək ki, həkimə ehtiyacımız olursa, o saat bizdən yadımıza kim düşür? Xurşud doktor düşür və profesor Zət müəllim düşür. Xurşud doktor deməli istənilən vaxt, istənilən anda zəngləri qəbul edib və öz köməyini əsirgəmir. Bizim fəxrimizdir. Mən istəyərdim Xurşud doktor bir xatırıya ki, 10-cu sinifdə buraxılış imtihanları necə keçiribdir və indi necə o işlərə baxır. Əziz İbişçilər, hoş görmüşdük, hoş gördük. Allah bu işi təşkil edənlərə can sağlığı versin. Çox xoşbəxtəm ki, belə bir məclisin iştirakçısıyam. Mən doğrudan da bizim kənddən belə təşkilatçı uşaqları çıxmağına da çox sevinirəm. Ramiz müəllim, sana çox təşəkkür edirəm. Səyyad Balıya. Mən bu tərəfə gələndə həmişə Qasımla görüşürdüm. Allah ona rəhmət eləsin. Yeri cənnətli olsun. Qasım bizim elin, obanın
çox yaxşı insanlarından biri idi. Yəni bu tərəf zonada, bu sahil qəsəbəsində mən həmişə nə işə gəlsəydim, Qasımla görüşürdüm. Bir daha minnətdaram ki, belə bir məclis təşkil edirsiniz. Bir daha biz İbişliləri bir yerə yığa bilirsiniz. Bu çox çətin məsələdir. Mən heç bir toyda, heç bir şənlikdə bu qədər şənlənməmişdim. Yəni bu qədər dostun, qohumun, dostun, yaxının hamısının bir yerə yığılması çox çətin işdir. Bir daha təbrik edirəm. Əlbəttə, balaca bir kənd, haradasa bir 50-60 evlik bir kənddən bu qədər ziyalıların çıxması, bu qədər yaxşı insanların çıxması çox yaxşı bir hadisədir. Yəni mən çox böyük kəndlər, xüsusən də Azərbaycanın kəndlərindən məsələn, çox az belə ziyalılar olur. Bizim hansı sahədə desən, böyük ziyalılarımız var. Elə xaricdə bizi təmsil edən ziyalılarımız var. Ramiz müəllim bizim həkimlərin dedi ki, sağlığı olsun, həkimlər yardım edirlər. Əlbəttə, bu bizim borcumuzdur, biz həkimlik borcumuzdur. Mən hansı bir təkcə İbiş kəndi yox, Amasyalılardan müraciət edəndə mütləq çalışıram ki, daha yaxın münasibət göstərim, daha çox yardım edeyim. Mən bayaq adını çəkdik, bizim Hidayət doktorun sağlığını qeyd eləmək istəyirəm. O, nə vaxt Amasyalılar deyəndə, yəni bizim ən yaxşı həkimimiz, bizim professorumuz Hidayət doktor yada düşür. Allah ona can sağlığı versin. Azərbaycan səhiyyəsinin indi də Hidayət doktora çox ehtiyacı var. O, bütün eksperimental cərrahiyyə institutunda olan dəqiqləşdirilməmiş diaqnozların qoyulmasında Hidayət doktorun rolu olur. Doğrudan çox yaxşı təsəbbüslü. Orta məktəbi qurtarmaq haqqında dediniz. Bizim vaxtımızda, indi mənim nəvələrimə bəzən deyirəm ki, biz çox çətinliklə oxumuşuq. Məsələn, bizim vaxtımızda kəndimizdə 8 illik tədris idi, 8-ə qədər oxuyurduq biz orada. Haradasa 2 ilini başqa bir kəndlərdə, bizsə Amasya rayonunda, mərkəzdə oxumalı oluruq. İndi mənim sinif yoldaşım Nuru müəllim də yanımda oturmuşdu, bərabər oturmuşuq. O keçmiş günləri xatırlayırıq. İndiki uşaqlar olsa yəqin buna dözməzlər. Biz hər həftə, özdə orada elə bir maşın yox idi, yollar tez-tez bağlanılırdı. O qara batıb çıxa-çıxa hər həftə Amasya rayonuna mərkəzə gedirdik ki, o dərslərdən qalmayaq, və yaxud dediyiniz kimi buraxılış imtahanlarından qalmayaq və belə çətinlə. Biz 3 oğlan, Nuru müəllim idi, mən, bir də ki, Allah rəhmət eləsin, İslam doktoruydu. Üçümüz bir oxuyurduq. Özü də, üçümüz də çox yaxşı oxuyurduq. Belə də yaxşı idi ki, çünki bizdən qutaranların əksəriyyəti ali təhsil alırdı. Çox sağ olun, bir daha minnətdaram. Arzu edirəm ki, bu birinci və axırıncı olmasın. Yəni, tez-tez belə görüşə biləyim. Bayaq dediniz, bizim Türkiyədən gəlmiş qonaqlarımız var. Mən onları da salamlayıram. Mən tez-tez oralara gedirəm. Qars vilayətində çox olmuşam, Qarsda olmuşam, Akyakada olmuşam, Ani şəhərində olmuşam. Yəni, o tərəflər məni daha çox cəzb edir. Yəni, o zonada tez-tez gedib oralarda görüşürük. Bir daha sizlərə minnətdaram. Allah bayaq dediniz, şəhidlərimizə Allah rəhmət eləsin. Belə balaca kəndimizdən, balaca kənddən neçə şəhidlərimiz vermişik. Allah onların ruhunu şad eləsin. Qazilərimizə can sağlığı arzu edirəm. Arzu edirəm ki, bu görüşlərimiz tez-tez təkrarlanır. Bir daha sizə təşəkkür edirəm. Sağ olun. Təşəkkür edirəm, əziz doktor. Bizə belə bir işimizə verdiyiniz qiymətə görə. Biz hələ ki qeyri-peşəkarıq. Ona görə də qüsurlarımız olacaq. Bağışlayasınız. Mən istəyərdim, Adil müəllim bayaq da onun şeirinə bəstələn məmnun olaraqsa, biz də sənə mən üzr istəyirəm. Üçdə markada ötü gelir. Cəmaət yığılıbdır, hamısı sizi salamlayırlar. Qafqaz Universiteti. İbişlər yox, bələdiyyə sədridir. Bələdiyyə, Qasım bələdiyyəsinin sədri Amcavanın nəvəsidir. O çəkşamiz. Salam söylə. Gözəl, nə gözəl, nə gözəl.
Hamı səni görürlər burada Tiyen. Salam söylə. Çəkirlər onu. Muhtar müəllim. Adil müəllim onu tanıyır şəxsən. Nəydi Gilanar bibimin? O sən Gilanar bibimin nəysən deyir Gilanar bibimizin. Gilanar bu Hamza ağanın Güzəm Gilanar Yusuf'un nəydi Yusuf? Yusuf'un nəvəsidir. Ha Yusuf da Gilanar'ın Gilər deyir. Gilər deyir. Gilan xanım geldi orada şeye düştü. Avariya düşdü. Ha. Siz onun nəyisiniz? Ha deyirəm də. O mənim bibimdir. Ben səni qovumla danışıram.